Hər vaxtınız xeyir olsun, əziz qrup üzvləri. Bugün sizlər üçün vacib mövzulardan biri olan şagird-müəllim münasibətləri, valideyn-müəllim münasibətləri bunun haqqında danışacağam. Deməli, situasiya şəklində düşən bu tipli testlərdə, həm MİQ imtahanında, həm sertifikasiya imtahanında düşən mövzulardandır. İlk öncə e, bunu deyim ki, bu elə bir münasibətdir ki, burada həm müəllim-şagird münasibətləri düzgün olmalıdır, həm müəllim-valideyn münasibətləri. Əgər bu münasibətlər gerçəkdən də doğrudan da effektiv şəkildə idarə olunarsa, effektiv şəkildə təşkil olunarsa, əlbəttə ki, bu şagirdlərin akademik nailiyyətlərinə də təsir edəcəkdir. Bu cür münasibəti necə qurmaq olar? Əlbəttə, müəllimlə şagirdlər arasında qurulan bir münasibətin bir resepti yoxdur və yaxud da ki, valideynlə müəllim arasında olan bir münasibətin elə bir nəyi yoxdur. Bu sadəcə olaraq bacarıqlı müəllim, səriştəli müəllim, peşəkar müəllim tərəfindən düzgün idarə olunur və müəllim və şagird arasında olan pozitiv münasibət həqiqətən də bir inamın, hörmətin, qayğıkeşliyin nəticəsində olur və şagirdlər artıq özgüvənli olurlar, öz fikirlərini rahat şəkildə, sərbəst şəkildə deyə bilirlər. Məktəbdə sağlam psixoloji mühit düzgün olur, şagirdlərin bir-biri ilə ünsiyyət bacarıqları düzgün olur və müəllim və şagird arasında olan bu cür pozitiv münasibət təhsilə yansıyır. Mütləq və burada müəllimin şagirddən o gözləntiləri də reallaşa bilir. Bu çox önəmlidir. Ona görə də müəllim şagirdlərlə necə qurmalıdır bu münasibəti? Bunun hər müəllimin özünə məxsus bir strategiyası ola bilər. Yəni müəllim şagirdlə münasibəti düzgün quran zaman sinifdəki o münasibətlərin doğru düzgün olması həqiqətən də nəticə yönümlü bir məsələdir. Yəni mütləq yüksək nəticədən danışmaq olar. Yəni deməli burada müəllimin şagirdlə qurduğu göz kontaktı, hətta müəllimin şagirdin o çiyninə əlini qoyması bu çox önəmlidir. Yəni şagirdlərə adları ilə müraciət etməyiniz. Bəzən müəllimlər üzr istəyirəm, yəni bulqar ifadələrdən az kimi ifadələrdən istifadə edirlər. Yəni bunlar həqiqətən də müəllim adına yaraşmayan bir hərəkətdir. Buna görə də şagird biləndə ki, müəllim ona adını çəkir, adı ilə müraciət edir, özgüvənli olur. Müəllim mənim adımı çəkdi. Deməli, böyük uşaqlarla hətta məsəl üçün əl verib görüşmək də ola bilər. Məsəl üçün adlarını çəkmək olar, familiyalarla müraciət etmək lazımdır. Onlara bir şəxsiyyət kimi yanaşmaq lazımdır. Şagird biləndə ki, ona sayğı ilə, ona hörmətlə yanaşırsan, onun adı çəkilir, onunla hərtərəfli maraqlanırsan, məsəl üçün sınaqda nə qədər bal topladın, işləri necədir? Bu kimi suallar onları xoşbəxt edir və şagirdlərlə qurduğumuz göz kontaktı, onlarla çəkdirdiyimiz şəkil, əlimizi onların çiyninə qoymağımız, bunların hamısı şagirdlərə təsir edir və müşahidələr göstərir ki, bəzi müəllimlər hətta xəsislik edirlər. Yəni şagirdlərə xoş söz deməkdə xəsislik edirlər. Nə bilim, onlara qiymət yazmaqda xəsislik edirlər. Bəzən düşünürlər ki, şagirdə xoş söz deyərək özündən çıxacaq. Amma belə deyil. Əslində bunun səbəbi şagirdlərə verdiyimiz təriflər deyil. Yəni o biz yerli yersiz tərifdən söhbət gedir. Yəni burada elə necə gəldi yalandan tərifləməyəcəyik. Əlbəttə ki, zamanında, yerinə görə, məkanına görə edəcəyik. Buna görə bu tərifləri eşitməyin özü belə şagirdləri xoşbəxt edir. Buna görə də müəllim bu tərifləri deməkdə xəsislik etməməlidir. Burada bir xüsusi resept yoxdur. Ona görə də tədris ilinin başlanmasından əvvəl müəllim valideyn qruplarında mesaj, salamlaşma məktubu göndərməlidir. Əziz şagirdlərimiz, dərs ili indi başlayır. Mən çox darıxmışam sizdən ötürü. Tutaq ki, məsələn, Əhməd adında şagird dəcəldir. Əhmədin dəcəlliyini özləmişəm. Nigarın dəhlizdə qaçmağını özləmişəm. Fəxrinin tez-tez danışmağını özləmişəm və yaxud da Lalənin
dərsin içində bəzən o üzündə gülüş olub qımışmağını özləmişəm. Yəni filan kəsin tez-tez danışmasını, nə bilim Teymurun yerdə sual verməsini özləmişəm, darıxmışam. Yəni bu cür mesajlarla, bu cür salamlaşma məktubu ilə şagirdlər xoşbəxt olacaqlar əlbəttə ki. Müəllim mənim adımı çəkdi. Müəllim mənim üçün darıxıb. Yəni bunların hamısı, hətta inandırım sizi, məktəbdə şagirdlərin özəl günlərini, doğum günlərini bir saniyə yad etmək. Bu gün tutaq ki, Şəhlanın doğum günüdür uşaqlar. Ona uzun ömür, can sağlığı arzulayırıq. Gəlin Şəhlanı bir alqışlayaq. Bir saniyə keçir buna. Yəni mən demirəm burada tort kəsilsin, şokolad paylansın. Bunların tamamilə əleyhinəyəm. Amma ən azından Şəhla ayağa qalx qızım, səni təbrik edirəm. Yaxşı ki doğulmusan. Yəni bu həqiqətən də şagirdi xoşbəxt edəcək, özgüvən yaradacaq onda və onların deməli üzündə bir gülüş yaradacaq. Və nə gözəl ki, müəllim şagirdləri sinif otağının qarşısında qarşılayır. Müəllimlər bunu hər gün etsə, sinif otağının qarşısına onları qarşılayasa, daha onlar üçün maraqlı olur, daha üçün xoş olur. Yəni bu nə qədər gözəl bir şeydir, onları qarşılamaq. Yəni şagirdlərin hər birinin şəklini çəkib məktəbdə bir portfolio hazırlamaq, hər səhifədə onun haqqında məlumat yazmaq, özəl xüsusiyyətlərini, fərdi xüsusiyyətlərini, intellektlərini qeyd etmək, hətta hər şagird üçün ayrıca dəftər ayırıb onların inkişafını orada qeyd eləmək, bunu ibtidai sinif müəllimləri etsə daha gözəl. Hətta yuxarı siniflərdə sinif rəhbəri də bunu edə bilər. Müəllimlə şagird arasında olan soyuq münasibət mütləq təhsilə təsir edir. Əgər şagird müəllimini sevirsə, onun dərsini oxuyacaq, müəllimə qarşı sevgisindən oxuyacaq. Məsələn, mən orta məktəbdə oxuyanda, belə deyək ki, sevmədiyim fənlər var idi. Məsəl üçün sevmədiyim fənlər var idi. Kimyanı sevmirdim, amma müəllimi çox sevirdim. Fənni sevməsəm belə, müəllimi sevdiyim üçün onun dərsini oxuyurdum. Yəni necə oxumuram deyə bilərəm. Yəni sevmədiyim dərsi müəllimə görə oxuyurdum. Yəni şagirdin onun üzərində yaratdığı gülüş, əlini çiynimizə qoymağımız, ona göz kontaktı. İnandırım sizi, sinifdə bəzən məktəbli kitabçalarını yığmağa belə bir şagirdə tapşıranda şagird xoşbəxt olur. Əli, bu şagirdlərin məktəbli kitabçalarını yığ. Nazilə, qızım, bu dəftərlər payla şagird yoldaşlarına adını çəkmək, onları özəl hiss etdirmək, hətta şagirdin kitabını almağımız belə onu xoşbəxt edir. Tutaq ki, deyirsən ki, Şahin, zəhmət olmasa riyaziyyat kitabını ver, baxım görüm, biz neçə nömrəli tapşırıqdayıq. Yəni, bu belə şagirdi xoşbəxt edir. Yəni, müəllimlərin mülayim rəftarı onları daha sevindirir. Şagirdlərin üzərində daha gülüş olur, xoşbəxtlik olur. Yəni, bundan gözəl xoşbəxtlik yoxdur ki, şagirdlərin sevindiyini görəsən. Bu və ya digər faktorlar təhsilə yansıyır və şagird həqiqətən də özünü rahat bir ortamda hiss edir ki, fikirləşir ki, o hansısa bir topluma aiddir. Kimlər tərəfindənsə sevilir, müəllimləri tərəfindən, rəhbəri tərəfindən, şagird yoldaşları tərəfindən və sevginin olduğu bir yerdə də mütləq nəticə olacaq. Nə qədər ki, orada bir sevgi var, necə ki, xörəyin içinə sevgimizi qatırıq, o xörək dadlı olur. Məktəb də belədir. Əgər o şagirdlər sevginin əhatəsindədirsə, oxuyacaqlar. Təhsil olacaqlar, hansısa bir qatqını verəcəklər. Yəni, mən nə edə bilərəm? Mən nə iş görə bilərəm? Məcbur deyil ki, o riyaziyyatı gözəl bilsin. Ola bilsin ki, əl qabiliyyəti gözəldir. Ola bilsin ki, gözəl səsi var. Ola bilsin ki, yaxşı rəsm çəkir. Ola bilsin ki, idmançıdır. Hər nə isə Azərbaycan adını yüksəklərə qaldıracaq. Deməli, ona görə müəllim-şagird münasibətlərində o pozitivliyin olması, o pozitiv münasibətin olması vacibdir və şagirdlərlə effektiv münasibətin qurulmasında mütləq müəllim diqqətli olmalıdır. Ona görə də var sinifdə demokratik üslub, var avtoritar üslub. Deməli, demokratik üslub nədir? Şagirdin rahat söz deyə biləcəyi, sərbəst fikir bildirə biləcəyi,
Yəni onun yeri gələndə sözünün kəsilmədiyi, onun rəylərinin nəzərə alındığı bir ortamdan söhbət gedir. Bu demokratik bir ortamdır. Yəni demokratik üslubdur. Amma avtoritar üslubda daha çox ənənəvi təhsildə var idi. Şagird kimdir ki, müəllimin səhvini düzəltsin? Müəllim elə ağ deyirsə ağdır, qara deyirsə qaradır. Yəni bu isə avtoritar üslubdur. Burada şagirdin fikirləri nəzərə alınmır. Əsas faktor müəllimdir. Yəni sözü deyən də müəllimdir, qərarı verən də müəllimdir. Yəni burada artıq subyekt obyekt münasibətindən gedir. Yəni şagirdə bir obyekt kimi baxılır, amma demokratik üslubda isə subyekt. Yəni biz şagirdə bir subyekt kimi baxırıq. O da müəllimlə eyni hüquqa malikdir. Öz sözünü deyə bilir. Ona görə də müəllim gərək şagirddən nəyisə tələb edirsə, özü də o qaydalara əməl etsin. Əgər müəllim mədəni davranan şagird istəyirsə, gərək özü də mədəni davransın. Əgər müəllim rol model olmalıdır, müəllim aktyor olmalıdır, müəllim elə bir tərzdə hərəkət etməlidir ki, şagirdlər ona baxsın, nümunə götürsün. Biz şagirddən nə istəyiriksə, biz də onu etməliyik. Əgər şagirdin partasının yanından keçəndə onun kitabını qələmli yerə salmışıqsa, biz müəllim olaraq əyilib özümüz onu götürüb qoymalıyıq və bir müddətə qədər zaman olacaq ki, elə ola bilər ki, şagird heç qoymaz, bizdən əvvəl onu qaldıracaq. Yəni bu da ola bilər. Amma ilk öncələri biz bunu etməliyik. Niyə etməliyik? Çünki şagirddən biz tələb edirik axı kiminsə nəyinsə salanda səhvini özün düzəlt və buna görə də biz artıq öz hərəkətimizlə onu tərbiyə etmiş oluruq. Deməli, hansısa bir səhv etmisənsə, kimisə incitmisənsə, onu qarşılamalısan, düzəltməyi bacarmalısan. Ona görə də müəllim özü yerə saldığı qələmini, kitabını, əgər şagirdin ayağını bilmədən tapdıyıbsa, mütləq ondan üzr istəməyi bacarmalıdır. İllər öncə, belə deyim ki, bizdə bir şagird var idi ki, bir gün bilmədən şagirdin ayağını tapdalamışdım. Uşağın səsi çıxmadı. Amma fikirləşdi ki, gələn kimsə, məsəl üçün, yoxlamalara, yəni yoxlama da var idi dərsdə. Mən özüm bilmədən səhvən uşağın ayağını basmışam, amma incitmişdi ayağı, ağrımışdı, amma uşağın səsi çıxmamışdı. Təsəvvürünüzə gətirin ki, sinifdə yoxlama da var. Mən təsadüfdən belə arxaya bir addım atanda uşağın ayağını basmışam, hündürdaban ayaqqabıyla, hiss etmədən uşağın da ayağı orada olmaması lazım idi. Bu da kənara çıxarıb ayağını partadan, mən bilmirəm axı burada uşağın ayağı ola bilər. Amma onun ayağı incidibmiş, o da heç səsini çıxartmayıb, həqiqətən ağrıdıbmış, yəni istənmədən olan bir hadisə baş vermişdi. Mən ondan üzr istədim. Yəni üzr istədim, yəni müəllim üzr istəməyə bacarmalıdır ki, şagird də üzr istəməyə bacarsın. Müəllim yerdə nə isə qaldırmalıdır ki, şagird də onu etməyi bacarsın. Ona görə də hər bir müəllim sinifdə ədəbi dildən istifadə etməlidir. Deməli, etik sözlərdən istifadə etməlidir. Hansı ki, xoş gəlmisiniz, sabahınız xeyir, təşəkkür edirəm, minnətdaram. Bu cür ifadələrdən istifadə etsin. Etsin ki, şagird də ona qarşı elə olsun. Biz özümüz nə ediriksə, qarşımızdakı şagirddən də onu gözləməliyik. Biz əgər onlara zəhmət olmazsa, sabahın xeyir, axşamınız xeyir, hələlik, çox sağ olun. Yəni bu cür ediriksə, əlbəttə ki, şagirdlər də edəcəklər. Gün boyu nə qədər yorğun olsaq da, üzümüzdəki gülüşü əskik etməməliyik şagirdlərdən. Müəllim evində, ailəsində olan problemləri məktəbə yansıtmamalıdır. Ola bilsin ki, həyat yoldaşının problemləri var, ola bilsin ki, övladı ilə, ola bilsin ki, qardaş bacısı ilə, yəni ailədə olan hər kimlənsə, onları məktəbə yansıtmamalıdır. Gələndə üzündəki gülüşlə şagirdlərin qarşısına çıxmalıdır. Yəni heç bir problem müəllimə haqq vermir ki, gələndə məktəbdə şagirdlərinə qəddar olsun və yaxud onları incitsin, əzsin, onları aşağılasın. Yəni bunlar qətiyyən yol verilməzdir. Ona görə də müəllim hər zaman düşünməlidir ki, mən müəlliməm. Xalq öz gələcəyini mənə etibar edib. Ona görə də müəllimin etdiyi hər bir hərəkət şagirdə mənfi də təsir edə bilər, müsbət təsir edə bilər. Ona görə çalışmalıyıq ki,
öz doğru olan hərəkətlərimizlə şagirdlərimizə istiqamət verək, bir fasilitator kimi, yol göstərən kimi, mayak kimi hər zaman şagirdlərimizə doğru yol göstərməyə bacaraq və burada əsas məsələlərdən biri də elə effektiv valideyn-məlum münasibətləridir. Deməli, əzizlərim, əgər valideynlər bizi seçirsə, bizim məktəbimizi, bizim müəllim olaraq seçirsə, biz onlara təşəkkür etməliyik. Axı onlar canının, qanının parçasını gətirib bizə əmanət edirlər. Hər zaman deyirəm ki, valideynlər bizim üçün dəyərlidir. Həm də bilirik ki, standart proqramda dərsin təşkilinə qoyulan tələblərdən biri də məktəb valideyn münasibətlərinin tənzimlənməsidir. Axı indi bir üçbucaq var. Məktəb, şagird, valideyn. Yəni burada artıq müəllim, şagird, valideyn daha doğrusu bu üçbucağın bir tərəfi olmayanda heç bir nəticə olmur. Deməli, bir müəllim əgər valideynlə doğru düzgün ünsiyyət qurursa, mütləq o valideyn əlaqə saxlayacaq davamlı olaraq. Biz valideynləri məktəbə cəlb etməliyik. Valideynlərin məktəbə cəlb olunması, fiziki olaraq cəlb olunmada söhbət getmir. Ruh olaraq, düşüncə olaraq, beyin olaraq şagird müəllimlə bərabər o övladın qayğısına qalmalıdır, onu izləməlidir. Yoxsa elə mən çağıranda əməl valideynlər gəlir, mənim valideynlərim məni çox istəyir. Bu yalançı istəklər bizə lazım deyil. Mütləq akademik nailiyyətləri ilə, onların nizam-intizamları ilə davamlı olaraq müəllimlərlə bərabər mütləq valideynlər iştirak etməlidirlər. Deməli, əzizlərim, valideyn iclaslarının ümumi keçirilməsi əlbəttə ki, ümumi məsələlər üçün ola bilər. Amma valideyn iclasları fərdi keçirilməlidir. Yəni, valideyn iclaslarında mütləq kompetensiyanlıq gözlənilməlidir. Əgər ümumi məktəb valideyn iclasıdır və yaxud müəllim ümumi sinif valideyn iclasını keçirirsə, orada kompetensiyanlığı gözləməlidir. Kompetensiyanlıq müəllimlərin etik davranış qaydalarında da var. Yəni, bəzi məqamların fərdi olaraq deyilməsi, hamının içində deyilməməsi, ola bilsin ki, birinin atası həbsxanada yatır və yaxud da birinin hansısa bir problemləri var. Ona görə də onu hamının içində deməməlidir ki, sən yoldaşın filan kəsdir. Yəni, birinin övladı haqqında olan problemi ümumi valideynlərin içində deməmək lazımdır. Ümumi valideynlərin içərisində deyiriksə, o valideynin xətrinə dəyə bilər. Bir də o valideyni iclasa gətirə bilməyəcək. Ona görə də deməli elə şeylər var ki, fərdi deyilməlidir. Elə şey var ki, kompetensiyanlığa əməl etməliyik, gözləməliyik. Yəni, hər kəsin yanında deyilə biləcək şeylər var. Yəni, bir də var, deyilə bilməyəcək şeylər var. Məsələn, bugün məktəbdə bir tədbir eləyəcəyik, şagirdləri yarışa apacaq, bu ümumi deyilə bilər. Amma şagirdin fərdi olaraq akademik göstəriciləri hamının içərisində deyilməməlidir. Valideynin onun övladı ilə deməli, bağlı olan bir şeyləri biz fərdi deməliyik, fərdi olaraq deməliyik, bildirməliyik. Deməli, biz valideynləri məktəbə necə cəlb eləyə bilərik? Yenə deyirəm, salamlaşma məktubu ilə biz məsələn ibtidaidə bilirik ki, daha çox valideynlər gəlir, məktəblə daha sıx əlaqə saxlayırlar. Amma ibtidaidən artıq yuxarıya 5-ə, 6-ya qalxdıqca valideynlərin biraz ayağı məktəbdən kəsilir, az gəlirlər. Deməli, biz yuxarı sinif müəllimləri olaraq elə etməliyik ki, yuxarı sinifdə dərs deyən müəllimlər valideynləri məktəbə cəlb etsinlər. Məsələn, 4-cü sinifdən çıxdı 5-ci sinifə, hələ valideyn bilmir onun övladının riyaziyyat müəllimi kim olacaq. Bir salamlaşma məktubu yaza bilər. Mən Əliyeva Lalə, sizin övladlarınızın riyaziyyat müəllimi olacağam. Tutaq ki, Azərbaycan Pedaqoji Universitetinin filan fakültəsini bitirmişəm. Bitirdiyim ildən filan məktəbdə çalışıram. Yəni, bu məktəbdə çalışıram. Mənim üçün çox şərəfdir ki, sizin övladlarınıza dərs deyəcəm. Mən işləməyi sevirəm. Əziz valideynlər, gəlin birlikdə mənimlə birləşək, şagirdlərimizin riyaziyyatı daha gözəl başa düşməsi üçün əlimizdən gələni edək. Artıq bəzən olur ki, yuxarı sinifdə, 6-cı sinifdə oxuyur şagird, atasından soruşursan ki, övladın riyaziyyat müəllimi kimdir? Adını bilmir. Yəni, biz heç də gözləməməliyik ki, bütün valideynlər diqqətli olmalıdır. Çünki onların hamısı pedaqoq deyirlər.
savadlı olan da var, olmayan da var. Amma biz buna çalışmalıyıq, biz onları cəlb etməliyik. Yəni biz yenə deyirəm, fəxr etməliyik ki, övladını gətirib bizə verir. Nə olur olsun, valideynə təşəkkür etməliyik. Ona görə də biz nə eləyəcəyik? Tarix müəllimi olaraq özümüzü təqdim etməliyik, riyaziyyat müəllimi olaraq, Azərbaycan dili müəllimi olaraq. Qoy bizi tanısınlar. Salamlaşma məktubu, pozitiv bir məktub yazırıq və valideynlərlə ilk ünsiyyəti, pozitivi buradan başlayırıq. Valideyn iclasında. Əziz valideynlər, xoş gəlmisiniz. Bugün biz sizi görmək çox xoş oldu. Sizi necə səbirsizliklə gözləyirəm. Mən istəyirdim Şahinin anasını görüm, Xəyalənin anasını görüm, bütün şagirdlərin anasını görüm və xoş sözlərimi deyim. Pozitiv fikirlərdən, pozitiv sözlərdən başlamaq lazımdır. Hər bir şagirddə hər nəsə var. Hər müəllim bir işartı axtarmalıdır. Müəllim bir balaca tərif axtarmalıdır ki, o uşağın nəyinisə desin. Onu ola bilsin ki, riyaziyyatı yaxşı bilməyən Rəşad çox mehribandır, yoldaşlarına dəstək olur. Onun o tərəfini tərifləyək. Ola bilsin ki, biri də Azərbaycan dilini yaxşı bilmir, amma yoldaşlarına dəstək olur, çiçəkləri sulayır, məktəbin o bəzi işlərində fəaldır. Onun o tərəfini tərifləyək. Müəllim mütləq bir işıltı, bir qığılcım, bir sevinc axtarmalıdır. Mən necə edim ki, filan kəsi tərifləyim? Hörmətli valideyn, mən Şəbnəmin bu hərəkətindən çox razıyam. Biz mütləq valideynləri cəlb etməliyik. Yadınıza salın, özünüzün uşaqlıq vaxtlarınızı. Məsələn, biz ailədə belə deyək ki, mənim qardaşım çox dəcəl idi. Həmişə atam deyirdi ki, yəni deyirdi ki, qızın iclasına gedəndə tərif eşidirəm, oğlunun iclasına deyirdi ki, oranı dağıtdı, buranı dağıtdı. Sonra deyirdi, mən heç sənin iclasına getmək istəmirəm, abala. Oxuyurdu, amma dəcəl idi də. Amma mənim iclasımda hər zaman həvəslə gedirdi, gülə-gülə gedirdi. Baxın, əzizlərim, o vaxtın valideynləri tamam başqa idi. Çünki o vaxtın valideynləri yalnız ASTV kanalına baxan valideynlər idi. Yəni, informasiya bolluğu yox idi o zamanlarda. İndi valideynlər o qədər informasiyanın içərisindədirlər ki, hər bir valideyn istəyir ki, əziyyətlə, zəhmətlə böyütdüyü övladını xoş söz eşitsin. Heç kim istəmir ondan mənfi eşitsin. O hamının içində pis olsun. Valideynlər hətta bəzənib, düzənib, gözəl paltarlarını geyib iclasa gəlirlər. Gəlib orada oturub xoş söz eşitməsəm, sənin övladın belə deyəndə, onda növbəti iclası bu valideyni tapa bilmərik axı. Ona görə də mütləq şəkildə valideynləri iclasa cəlb etmək lazımdır və cəlb etdikdən sonra da iclası ilə qurmaq lazımdır ki, orada konfidensiallıq qorunmalıdır ki, hansısa valideynin övladı barədə edilən şikayət onun xətrinə dəyməsin, incik olmasın. Yəni, burada pozitiv münasibət, pozitiv söz mütləq akademik göstəricilərə də təsir edir. Valideynin xoş aura ilə, xoş sevgi ilə gedəcək, ona dəyər verdiyini görəcək və gedəcək, deyəcək ki, vallah, müəllim düz dedi, direktor düz dedi, biz biraz da diqqətli olsaq, uşaq yaxşı olar. Elə günah özümüzdədir, biraz da özünə tənqidi yanaşacaq. Deməli, burada nə var? Burada müəllimin yanaşması var, müəllimin strategiyası var, məktəbin strategiyası var. Pozitiv məzmunlu zəng, bir mesajla valideynin xoş eləyə bilərik, ürəyini aça bilərik, əzizlərim. Deyərsiniz ki, bəs valideynləri, məsəl üçün, biz məsəl üçün, israr edirik, gəlmirlər, hətta evinə gedirik, gəlmirlər. Məsəl üçün, elə valideynlər var ki, evinə də gedirik, səhətə gedirik, maraqlanmır. Belə valideynlər də var. Yəni, mən demirəm yoxdur, amma var. Müəllim yenə də israrlı olmalıdır. Müəllim yarımçıq saxlamalıdır. Bunu etdim, daha etmirəm deməməlidir. Bura qədər etdim, bundan o tərəfini etməyəcəm deməməlidir. Təkidmi olmalıdır. İsrarlı olmalıdır ki, sonuna qədər. Axır ki, mən o valideyni yola gətirəcəm. Ailə ilə empatiya qurmalıdır, özünü onun yerinə qoymalıdır. Bəlkə imkanı yoxdur, bəlkə ayaqqabısı yoxdur, bəlkə yol pulusu yoxdur. Yəni, empatiya hissi və valideynlə danışanda məxfiliyi qorumalıdır. Valideynin o bəzi məqamlarını hamının içərisində deməməlidir, yəni onu pərt etməməlidir. Öyrəndi ki, çörək almağa pulu yoxdur, öyrəndi ki, ayaqqabısı yoxdur, öyrəndi ki, yol pulusu yoxdur, başqa valideynlərin içərisində deməməlidir, bunu qorumağı bacarmalıdır və valideynlə danışanda müəllim
göyə baxmayacaq, pəncərəyə baxmayacaq, valideynin üzünə baxacaq. Valideyn bilməlidir ki, müəllim onu dinləyir. Valideyn onu hiss etməlidir, duymalıdır və bu dəyərinə görə o mütləq bir gün o münasibəti dəyişəcək məktəbə qarşı. Bir gün o fikirləşəcək ki, bu müəllim özünü bu qədər özünü öldürür, bu rəhbər bu qədər özünü öldürür. Mütləq o israrlı olmağı nəticəsini görəcək müəllim və buna görə də istər şagirdlərlə qurduğumuz münasibət, istər valideynlərlə qurduğumuz münasibət mütləq şagirdlərin o akademik nailiyyətlərinə, akademik göstəricilərinə təsir edəcək əzizlərim.